Kılıyım ama. Sağ olun. İlacını içeceksin. Sağ olun. Salam, sağlam yaşamış. 100 yaşamış. Can sağlığı. Tabii askeriyle bu. Cumhuriyette de askeriyle bu. Daima bütün kişileri vermişti. Güzel yüzünlüğünü kaydediyor inşallah. Size çok sağ olun. Salam Melek'e. Necəsiz sağ olun. Çok sağ olun. Size çok sağ olun. Çok sağ olun. Sen üçlü var. İnşallah gün ödüğün olsun, sizin saçlar 500 yıllığınıza gelir. Amin. İnşallah. Çok sağ ol, o gün olsun. İnşallah. Anne oğlum da böyle koy olsun. Sağ ol. Selamat durma, çok sağ ol. Ne de Selam aleyküm. Gel gel. Böyle öyle, malum budur, ahırımız budur. Allah buna da can yok yürekten. Sağ ol, Allah. Buna da şükür ay Meryem'e. Buna da şükür. Şükür buna. Bir de yandırırlar, getirirler. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Hava Tabii işler, ne böyle iller çekecekler, can var o gün. Balalarınla, ne balarınla. Hasan Könüsü. Tabrikler. Güzel olay, bir tebrik oradan bu inşallah. Böyle mazayı bulun. Bak ulaştırsın hadi. Şirin valla. Bu da zor içe masada, bu da sünnet var. Sağ olun. Sağ olun.
Hemşe sağlık sevgili versin. Amin, amin. Evet, sağ olun. Ve sağlık başlıyor. Bunlar işleri bir takım, şunu kapılar bir takım. Megeden bir şeyler. Megeden bir şeyler çok bir şeyler. Sen de orada oturmayı istiyorsun. Allah saçan sağlık versin. Ne güzel görüyoruz. Sağ olun. O gün 600 Sağ olun. Sizden beraber. Yalan nedir? Yaxşıdır. Dost gəlib qardaşlar. Dərsləri var. Destekleri bir de gelin. Salam değersiz Allah. Salam. Sağ olun. Çok da tebrik ederim. Sağ olun. Hayır. Evet başkan. Orijinal hayır. Hadi çıkıp yardıma bir şey basar çıkıyor.
Kevin gidemeden öncesi aklımdan bir kasım boş koyun yani. Ha, başını başladı. Başmayı bileyim onu inşallah. Nerede? Bir de yer çalmışsa üstlerden getirip yanında Sizi ağzını kıran tabii. Ama Ne gözüm? Okuldalar yine. Yok. Üç tane yavrum. Hoş görüşleri Rahat Mekan Ailevi Sıhhat Merkezi'nde hamdolsun hoş gelmişsiniz. Yayın için hoş olsun. Allah sizin hamınızı korusun. Zabite anıya da can sağlığı versin. O güzel demelerinin, neticelerinin, kötücelerinin inşallah xeyrin görsün. Allah onu elden obadan eski eylemesin. O güzel ailesinin başının üstünden eski eylemesin. Çok mübarek olsun Zabite Hanım. Yeni yaşın mübarek olsun. Allah sizleri korusun. Ve həzin bir musiqi gələcək. Buyurub dinləyə Siz de rahatlıqla çörəyinizi yiyin. Eşq olsun sizlərə.
Ayanan ahiret evladı sağ olursan Herden ay düşüncenin alim olursan Ne büyük hikmet seninle varsan Niyetiz utanmana amandır Allah'ın şahslar ne perişandır Eşki ait terameti kalbin zamandır Koysan da saçına helal sen ona benim Bu canın ay zabiten anam kurbandır sana Azizinin ana yeri Değmesin bu zamanlarımıza büyük hata yeri 100.000 orman tebrik gelen bu son dünyaya Allah vermez bir kocan ana yeri Azizim aydın olsun, aydın olsun, aydın olsun Bugün zabiten anamın 70 yaşı tamam olur Gelen konaklarımızın tamamının gözleri aydın olsun Aziz yer güleçimiz Ay zabite ana şartlanan rüzgül etmeyiz Böyle Allah'tan arzu eyleyek Sen sübaylarımızı Bir de senin nebeler bir neticeler bir Toylarını görerek biz Aman 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 aydan Anam benim Canım benim Sana kurban Canım benim Ay anam Anam benim Sana kurban Canım benim Anam 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 benim Çok sevdiğim anam benim Zabit anam istemem hamzersen Vay 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 vay
Allah sana can sağlığı versin. Güzel güzel günlerin çok olsun. Allah sana bu kaldırmalarında can sağlamak lazım. Kime söz veriyorsun? Baldızlarım döyürü, baldızlarım bir. Allah maşallah 1, 2, 3, 5, 7 tane baldız. Bu benim müəllimimdir, 3. sınıf müəllimim. Müəllimin söz verərdi. Qohumumdur, hala 1. Müəllimə, sınıflara buyurun. 3. sınıfda mənim müəlliməm olur, sonra da qızım onun gəlinidir. Yaxın dur, yaxın. Mən də təbrik edirəm. Neçə belə illər keçirsin, can sağlığı ilə, salamatlıqla. Düzdür, zabitə mənim şagirdim olur. Mən 65-ci ildə ölkəmdə gələndə zabitə 3-cü sinifdə oxuyurdu. Onların sinifini mənə verdilər. Mən ona dərs dedim, onda mən bilməzdim ki, zabitə böyüyənəcək, onun qızı mənim gəlinim olacaq. Allah onun canına salamatlıq versin. Allah mənim qohum kişimi də rəhmət eləsin. Allah rəhmət eləsin. O çox yaxşı adam idi, ondan razıyam. 100%. Neçə il qohumluq elədi, bir dəfə ondan incimədim. Elə zabitə də onun kimi yaxşı qız tərbiyə eləyiblər. Gəlinim çox yaxşıdır. Allah razı olsun. Gəlinimdən mən 100% razıyam. Allah zabitənin canına salamatlıq versin. Yaxşı qız tərbiyə eləyib yola salır. Bundan sonra belə xoş günlər, balalarını xeyir, nalalarını xeyir. Sağ olun müəllimə. Müəllimə çox sağ olun. Müəllimə, Allah sizə qohumluqda bir-birinizə həmişə necə mehribansınız, Allah sizi mehriban eləsin. Sağ olun. Söz verək, kimə verək söz? Təbrik edirsən. Xalamdır, xalam. Canım ay xala, buyur. Allah mənim Yaxın dur, baxma. baktım gözümə can sağlığı versin. Bundan belə də heç qəmimizdə görməsin. Amin, amin. 100 il yaşasın, can sağlığı versin. Gülə-gülə. Sağ ol ay xala. Allah sənə də can sağlığı versin. Allah sənə də bütün arzuları versin. Bacı buyurun. Bu qaynım orada. Hamımıza söz verəcəyəm. Allah mənim qaynım orada. Yaxın dur, yaxın, yaxın. Hər bizə Qorxma, 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 mikrofonu, qorxma. Ya doktor, qorxma. Allah mənim qaynım orada. Xoşbaxt. 100 yaş eləsin, can sağlığı. Allah mehriban eləsin. Amin, amin. Danışdı o. Sən gözəl danışdın. Axır ki, yaxın tutmadı, gün tutmadı. Bacı buyurun. Bu da qohumdur. Allah sana can sağlığı versin. 100 yıl yaşayasın. Öz balalarıyla hava nəticə veriyorlar. Allah sana yoldaşı bir de rahmet eylesin. Sanda gitmedi, elden gitti. Allah onun o dinini versin. Çok sağ ol. Can sağlığı isterim senden. Sağ olun. Siz de sağ olun. Bacı buyurun. Kardeşime rahmet eylesin. Çok da burada olsaydı, bizde daha da yakışı var. Allah Zafir'e can sağlığı versin, inşallahın başında hastalık olmasın, özür ömür ona can sağlığı. Allah size can sağlığı versin. Bir tane hanım kızımız düşüp kulağın içine. Buyur. Tebrik ederim, sabah baksın. Buyurun. 100 yıl yaşayasın bacım. Allah yoldaşını da rahmet eylesin. Çok sağ olun. Allah razı olsun. Buyurun bacım. Tabii, tebrik ederim. 100 yaşasın, can sağlığıyla. Seni nece bilmişim, tanımışım. Bu eve gelin yok, anamın kızı olmuşsun. Nece seni böyle görmüşüm, böyle de kanım kadın kal. Biz seni çok isteyiz. Sen bizim başımızın tacısın. Hemşe böyle gümrah ol, sana gümrah. Sağ olun. Öpürüm seni. Sağ olun, sağ olun. Geldi bir tane hanım hatun bacımızın yanına. Bacı buyur. Uzun ömür, can sağlığı. 100 yaşa. Değerli sağlıklara kişiler. Güzel bir almışlar gelsin bu hanımlarımız için. Allah bunları bizim başımızın üstüne eski eləməsin. Zabide anamız da onların içində. Sonra kim təbrik eləmək istəyir? Siz deyilir.
Hani kardeşim? O da çekeceğim, o da kapağında. Ha böyle kardeş. Ha düz yeri, bazılarla bir tane, hani bazılar? Ha bir de büyük bazımız bir tane burada. Buyurun. Ya Allah. Falan hamımıza hoş geldiniz. Zaten bizim büyük bacımızdır. O 8 uşağın ilk uşağı. Şimdi anamızdan sonra ana ağabeyimiz. Bunu tebrik ediyorum. Bizim ömür can sağlığı arzuluyor. 100 yaşasın babalarıyla, isteyenleriyle bir. Bacım canım öpürüm seni. 100 yaşa Sağ ol. canım. Sağ olun. Ver bacıya. Allah can sağlığı versin. Yakın tut biraz, yakın tut. Allah can sağlığı versin. Ha, ver bacıya. Mən də hamı kimi bu təbriklərə qoşuluram. Zabitə xanım, təbrik edirəm. 70 yaşındır. Allahdan arzu edirəm 100 illiyini qeyd edəsinə. Allah can sağlığı versin. Allah oğlanların qızını saxlasın. Allah sənə nəticə toyu da qismət edəsin. Gözəl günlər arzulayıram sizə. Həmişə üzün gülər olsun mənim əziz bacım. Çok sağ olun. Benim. Bacılar doktorlar şimdi danışıyor. Ha, bazılar, buyurun. Doktor be. Mən də Zabitə bacımı ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı və həyatda ən şirin neymət olan can sağlığı arzu edirəm. Mənim də uşaqlığım Zabitə bacı ilə birlikdə keçir. Allah ona can sağlığı versin. Elə bil o mənə ana əvəzi olur. 100 il yaşa əziz bacım. Öpürəm səni. Ha, böyle işler. Mən də Zabitə səni təbrik edirəm. Uzun ömür, can sağlığı. Allah səni həmişə belə şan səni elə belə şan görür. Həm bizə baxırsan, həm də bizə borcusan. Yakın. Həm ana əvəzsən, həm də bizim böyük bacımızsan. 100 yaşa bacı, öpürəm səni. Sağ ol. Ha, Sevinç bacı, hicabılı bacımız, buyur. Mən də təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Çok sağ olun. Ha, çok mübarek olsun kardeşler. Kardeş burada değil biri. Hara gitti? Bu değil, budur. Hara gitti? O baştan. Buyurun. Hayatta en güzel nimet olan uzun ömür, can sağlığı arzulayıram. En hoş arzuları onu arzulayıram. Sağ olun. Sağ olun. Evet kardeşler. Allah Zabitə bacıma can sağlığı versin. 100 yaşasın inşallah. Çok sağ olun. Allah Zabitə xalaya can sağlığı versin. Hatta en aziz Mehmet can sağlığıdır. Allah ona can sağlığı versin. Çok sağ olun. Ben de bütün sağlıklara koşuluram. Ben Zabitə bacıya mehribançılıq anlayıram. Mehribançılıq olanda can sağlığı olur. Bu çok mehriban bacıdır. Allah'ın ifadesini, Allah'ın can sağlığı versin. Çok sağ olun. Zamanlarla işimiz yoktu. Buyurun. Ha, buyur. Ver, danış. Kadına geçsin de kadar. Koy danış. Zabitə, Allah sana can sağlığı versin. Uzun ömür, can sağlığı arzulayıram. Həmişə həyatda xoşbaxt olarsan. Balaların da, nəvələrin də, nəticələrin də sənin böyründə. Sağ ol, salamat ol, var olasın. Ver kardeşim. Mən də Zabitə gəlinimizə həm gəlin deyirəm, həm bizə bir ana kimi, həm bir gəlin kimi, həmişə onun xətrini istəmişik. İndi onun xətrini istəyirik. Allah ona can sağlığı versin, Allah ona özün ömür versin. Nə qədər Allah ona ömür veribsə, sağlam bir ömür versin. Allah onu, bizim əmi oğlunu rəhmət eləsin. Bayaq orada bir xanım dedi, bəli, o evdən yox, eldən getdi. Elə adamlar təklik olur. Hər kişinin yanında əgər gözəl bir qadın varsa, həmin kişi belə bir layiqə, belə bir tarixə layiq bir adam olur. Allah əmioğlu rəhmət eləsin, Allah Zabitə bacımıza can sağlığı, uzun ömür versin. Nəvələrin, nəticələrin toyunu,
onların şən günlərini görsün. Bacım, təbrik edirəm. Can sağlığı, gün olsun, 100 yaşında belə yığılmışlar. Sağ ol. Sabah için tebrik ederim. Allah uzun ömür, can sağlığı arzu ediyorum. Gün olsun, bunun güzelliğini verdiler inşallah. Öpürəm sizi. Başlık uçardı. Kim danışmıyor? Kim danışmak istiyor? Danıştı mı? Buyurun. Rabda 100 yaş yaşar. Tebrik ederim. Ver ne varsa danışsın. Adına münasebetiyle tebrik ederim. Allah uzun ömür, can sağlığı versin. Ailemizin üstünden, nevelerin üstünden, köylükten nasip olmasın. Sağ olun ama. Sağ olun. Çok sağ olun. Bir tane değilen sağlıklara gürültülü almışlar. Sonra kimse söz demek istiyor. Es fasilesiz de bu baştan tutarıyor sözü, sonra başlıyor mahnılara. Buyur kardeş, buradan başlayalım. Ramməlindən başlayalım. Müəllim başla müəllim, ya Allah. İlk əvvəl bütün qonaqları salamlayıram. Mən də Zabitə xanıma yubiley münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xoş günlər arzu edirəm, nəvə, nəticə, gücə toyu arzulayıram. Sağlam qalın, həmişə belə gümrah olun, həmişə belə güləriz olun. Həqiqət seviyoruz. Hamısı hoş gelmişsiniz. Havalar da kent yanında hepsine. Hoş günler ömrüm, uzakta kalan can sağlığı. Hemşe bile meclisler gidiyorsunuz. İnşallah Allah kısmet etsin 80-90 100 yaşta. Amin. Ver saklara danışsın. Zabitə xala, təbrik edirik. Zabitə xala diləməsində bizim üstümüz üçün Zabitə xala deyil, biz üçün anadır. Biz için bu Lənkəran olsa küçə bir vətən sayırıq. Yəni vətən dediyim doğulduğumuz yer sayırıq. Çünki 98-ci ildə biz bu 4 dost birbirimizi tanıdığımızda o günləri biz Zabitə xala tanımışıq. Və bu ev, bu ocaq, bu olsa küçə bizi için həqiqətən də öz evimiz, öz ocağımız kimi olur. Çünki nə zaman canımız sıxılanda, nə zaman darxanda gəlmişik bu evə, bu evdə qalmışıq, yemişik, içmişik. Allah həqiqətən bu evə bizi üçün elə bir məkan, elə bir yer seçib ki, biz nə qədər şükür etsək, nə qədər təşəkkür etsək azdır. Mən ona görə də Zabitə xala demirəm, Zabitə ana deyirəm. Bizi üçün analıq eləyib. Allah ondan razı olsun. İnşallah mən arzu edirəm ki, bütün buradakı arzulara da qoşularaq, biz yenə də bu dostlar olaraq Zabitə xalanın 100 illiyinə bura yığışaq, bu ocağa yığışaq amma yenə də Osakiçiyə yığışaq. Çünki biz üçün Osakiçi həqiqətən də gözəl bir məkandır. Mən arzu edirəm ki, Zabitə xala inşallah bütün nəvələrinin toyunu görsün. Çünki mən bunu öz anama da deyirəm. Dövlətdə dəvə, övladda nəvə deyirlər. Həqiqətən də nəvə şirindir. Mən arzu edirəm ki, qarşımda Həsən oturub, Həsənin timsalında bütün nəvələrinin toyunda inşallah iştirak eləsin. Allah sənə can sağlığı versin. Allah uzun ömür versin, xeyirli ömür versin. Ən əsası sağlıqlı ömür versin. Sağ ol. Çox sağ olun. Ben sağ olun. O şekilde durur orada. Mən də bütün qonaqları salamlayıram. Bura həqiqətən bizim üçün doğmadır və hər zaman evdə də deyirəm. Yəni Lənkəran bizim üçün bəlkə belə deyək də doğulduğumuz rayondan daha belə deyək də əzizdir, doğmadır. Çünki burada sevdiyimiz insanlar var. Yəni 98-də biz Lənkərana gəlmişik, amma hələ də buradan qopa bilməmişik. 28 ildir, hələ də burayla bağımız var, dostlarımız var. Samir bizim qardaşımızdır, Zabitə xala demirik, Mirnar çox gözəl ifadə elədi. Bizə xala yox, həqiqətən ana olub. Hər zaman qapısı açıq olub bizim üçün. Yəni ona görə biz onu çox istəyirik. Yəni deyilən bütün arzular, bütün diləklər hamısı inşallah gerçək olar. Çox istəyirik.
Allah daha xeyirli, uzun ömürlər nəsib eləsin. Biz də daim bu qapıya, bu ocağa hər zaman xeyir üçün, belə şadlıq üçün gələk. İnşallah nəvələrinin toyunu görsün, biz də o toyda iştirak eləyək. Yenə bu şəkildə dostlarla, sevdiyi insanlar hər zaman ətrafında olsun. Təbrik edirik Zabit xanım. Sağ olun. 100 yaşa. Sağ olun. Dostlarım çox gözəl vurğuladı, mənə elə də bir söz buraxmadı. Mən də anamızı 70 yaş münasibəti ilə təbrik edirəm. Allahdan ona xeyirli, bərəkətli, uzun ömür nəsib etməsini diləyirəm. Övladlarının, nəvələrinin həmişə yanında olsun, başlarında olsun, həmçinin bizim də başımızın üstündə olsun. Zabit anamız, bir daha təbrik edirəm. Sizi öpürəm, bağrıma basıram. Siz bizim anamızsınız, var olasınız. Sağ olun, sağ olun. Təbrik edirəm, uzun ömürdən sağ olun. Təbrik edirəm, uzun ömürdən. Zabitə xalaya can sağlığı. Mən də əvvəla bütün qohumlarımızı, əmiləri, dayıları, hamınızı xoş gəlmişsiniz deyirəm. Anama da ki, arzum budur ki, inşallah qalan nəvələrin toyunu görsün. Allah ona nəticə toyu qismət eləsin. İnşallah 80-100 illiyini qeyd eləyəsin. Amin. Sağ olun. Ver qardaşım. Sağ olun. Azizler, doğmalar, hamınızın burada olması bizim için hususi bir bayramdır, hususi bir sevinçtir. Her birinizin gülüşü, her birinizin duası, her birinizin dileği bizim için əzizdir. Ben her zaman deyirdim ki, görəsən ben may ayını niye sevirəm? Ben bugün iliklerime kadar hiss elədim ki, demek ki may ayı benim için anamın dünyaya geldiği gündür. Ben mayı ona göre çok sevirəmmiş. Aziz ana, can ana, gözlerinden öpürəm. Allah seni başımızdan eksik etmesin. Atanın yokluğunu sende biz təsəlli taparak görürük. Sen artık bizim için hem ata hem anasan. Həmişə deyək, sevinek, gülek. Aziz dayılarım Rusiyadan bugün xüsusi olarak bana qeyd ediblər ki, salamlarımızı, təbriklərimizi çatdırır. Ben onların da təbriklərini çatdırıram. Benim əziz kardeşlerim, dostlarım buradadılar. Olmayan dostlarımız da var. Onlar da öz hoş sözlerini, dileklerini bildiriblər. Necə deyirlər? Qoy həmişə sevinç olsun, qoy həmişə şadlıqlar olsun. Biz əzizlərimiz tərəfindən hər zaman onların gözəl sözlərini, gülüşlərini, hoş sözlərini eşidək, sevinək. Çünkü həqiqətən bu elə, bu obaya bayaq dostlarımızın dediği kimi sevinçli günler yaraşır. Allah bolluğunu, bərəkətini üzerimizden eksik etmesin. Bizim için de her zaman anamızın duası, Peygamberimizin öz ümmetine olan duası gibi olsun. Ben ona inanıram. Hiçbir zaman belki de özünü dualarında unutup ama biz her zaman dualarındayız. Neyse ben uzatmayayım. Ağlayacağım. Sağ olun, minnettarım hamımızı. Çok sağ olun. Maşallah hamımız güzel danıştı. Her ağızda, her duada bir hikmet var. Ben deyirəm, Allah bizim yine deyirəm, zabitə, ananın timsalında bütün analarımıza can sağlığı versin. Zabitə anamız olan içinde bugün 70 yaşı tamam olur. Yeni yaşı size şərli olsun. Kimdir? Şərqolay, öpürəm səni. Çok sağ olun. Əziz və dəyərli böyük bacımız. Təbii 17-18 ailədə boya başa çatan atamıza, anamıza ilk sevinci bəxş edən, dünyaya göz açan dəyərli bacımız. Mən də evin ən sonuncusu, ən axırıncısı. Ürəkdə arzular çoxdur, deməyə sözlərimiz çoxdur. Həqiqətən də sən bizim üçün
değerlisən. Bugün bizim için həqiqətən də çox sevincli bir gündür. Sen artık bizim de ana əvəzimizsən. Anamızı əvəz edirsən, atamızı əvəz edirsən, hamımızı əvəz edirsən. Allah'tan istəyim, duam budur ki, Allah inşallah 100 il ömür sənə nəsib eyləsin. Və biz yenə də sənin ətrafına yığışaq, ətrafına dolaşaq. Bərəkətli ömür, Allah sağlam ömür nəsib eyləsin. Həqiqətən də gözəl övladlara tərbiyə eləmişsən. Cəmiyyətə, xalqa, millətə fayda verən dəyərli övladlar yetişdirmişsən. Allah inşallah o övladların da gözəl balaların toyun sənə yenə nəsib eyləsin. Nəvə, nəticə, kötücə toyu görəsən. Qardaşlarım da elə biraz bundan öncə öz doğma qardaşlarım da bu arzularıma qoşulur. Bir neçəsi birazdan sonra benden xahiş edilər ki, canlı görüntü olsa inşallah onları da qeydə alarsınız. Onların da sözləri, ürək sözləri var. Allah sənə özün ömür versin bacım. 100 il yaşayasan. Allah səni başımızın üstündən əsik eləməsin. Allah bütün əzizlərimizi yerin göğ bəlasından hifz eləsin. Gələn bütün əzizlərimizə, dəyərlərimizə minnətdarlığını bildiririk. Bugün bizim ana əvəzi olan bacımızın sevinç günündə hər birinizin burada iştirakı bizim üçün də xoşdur. Elə bir yenidən o 17 ailədə o uşaq olan hamısı burada olmasa da siz əzizlər burada varsınızsa biz elə bir-birimizə doğmayıq, əzizik. Burada böyüklərimiz var, analarımız var, ağsaqqallarımız var. Allah hər birinizdən razı olsun. İnşallah günü gün olsun burada bütün əzizlərimizin, yaşlılarımızın, əyləşənlərinin inşallah 100 illiyi qeyd olunsun. Biz də gəlib bu 100 illiklərdə öz gözəl, xoş arzularımızı bildirək. Allah hər birinizdən razı olsun. Minnətdaram. Çox sağ olun. Teşekkür ederim. Çok sağ olun. Kim söz demək istəyir hanımlar? Sonra deyəcəksiniz, oxuyan hamısına söz verdim, mənə söz vermədim. Məsəl üçün deyirəm onu. Ya Allah. Allah Teala'ya can sağlığı, uzun ömür. Xoşbəxtlik olsun. Sağ ol. Ver bir batıya. Təbrik edirik. 100 il yaşasın. Tamam, tamamlar. Çok sağ olun. Allah sizin hamınıza razı olsun. Bacılar, siz de bir xeyir dua verin. Mən də Zəqdə xanımı təbrik edirəm. Necə belə illər yaşasın, sağlam bədənlə, sağlam ruhla. Həmişə onun adliyində bir yerdə olmuşuz. Həmişə onun yanındayıq. İndən bir də onun yanındayıq. Sağ olun. Allah razı ver bacıya. Nə bassın bu da? Səbinə, zəhmət olmasın. Sen yerinde olsun, gelip nenenin yanında danışalım. Ha, ki. Tabii şimdi. Sen asıl... Sağ ol ben balam. Masele, nereden masele? Ha, evet. Böyle güzel danışsın. Gel yakın dur. Teleden de, teleden yedirmedi. Neyine bak. Size uzun ömürden sağlıklar istedim. Görsen buraya danışsın. Allah Çok sağ olun. Ver babaya. Çok sağ olun. Bütün sağlıkları diyenlere Allah hamısına can sağlığı versin. Ben böyle düşünürüm ki, ben de fikirləşirəm ki, heç o sözlərdə, məclislərdə başdan belə söz verilməmişdi. Bəlkə mənim olmuşdu. Bu birinci dəfədir, yenə də olar Allah'ın ki, bunlar hamısı kardeşimiz səsləri hamısını yazır. Zabitə xanım əyləşəcək qəşəy-qəşəy, baxacaq bunlara bir-bir. Hamısına da çox sağ ol deyəcək.
Və mahnılarımız gəlir, sizi çox incitməyək, gözəl mahnılarımız gəlir. İndi də Zabitə ananı istəyənlər hamı rəqsə. Çox mənim.
Zabita bacıya, indi də
zabitə bacını istəyənlər gözəl buket güllər hazırlayıblar. O gülləri vermək istəyirlər. Buyurun. Gözəl bir mahnı gəlsin Seymur. Bunlar da bu gözəl buketləri hədiyyə eləsinlər. Eşq olsun sizlərə. Can sağlığı versin. Dedin ayağım değmesin taşa, şirin sözlerle öldüm. Dedin dünya dursa da sen yaşa. Lay lay deyip büyüttüm. Dedin ayağım değmesin taşa, şirin sözlerle büyüttüm. Dedin dünya dursa da sen yaşa. Ana canım gözüm sen, benim gülüm gözüm sen. Ana bugün senin doğum günündür. Tebrik edeyim seni babam. Ana
gülüm 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 benim nazlı gülüm 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 benim nazlı gülüm. Ölüm senin için, 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 ölüm senin için. Ben şimdi aşkım sevdim Allah'ım, sen sevdiğin senin tutanım, senin kullanım, ölüm senin için, ölüm senin için, ölüm senin için, ölüm senin için. Bir daha şams xeyir olsun, əziz hörmətli qonaqlar, xoş gördük sizləri. İndi də bu gözəl gündə mən Samir qardaşımıza Asoğlu söz vermək istəyirəm. Samir qardaşımızla Seymur qardaşımız buyursunlar bura. Eşq olsun sizlərə. Seymur qardaşımız da buyursun bura. Eşq olsun Rusiyada yaşayan bütün Azərlərimizə.
Necədir vəziyyət? Buyurun. Bir dəfə sözümü dedi. Asovu çağırıbsa Asovu danışaq. Bir daha bütün qomlarımızı salamlayıram. Hoş gəlmişsiniz. İnşallah bütün ağsaqqallarımıza, ağ bürçəklərimizə Allah belə yubiley mərasimləri qismət eləsin. Biz də gəlib həmin mərasimlərdə iştirak edək. Anama da arzum budur ki, inşallah 80, 90, 100 illiyini qeyd eləsin. Qalan nəvələrin toyun görsün, nəticə kötücə toyu görəsən, əziz anam. Təbrik edirik. Qalanı son. Asıl bir söz verildiyse biz de asıl bir danışak. Hazreti Nuh 999 yıl yaşayıp deyirlər ey Nuh, nedir bu dünya hayatı? Yaşamak nedir? Hayat nedir? Deyir ki 999 yıl yaşamış biri deyir bunu. Deyir ki dünya hayatı sanki uzun bir yol kat ederken bir ağacın kölgesinde oturup dincelmek gibidir. Yani bizim Allah'ın bize verdiği ömür ana bətnindən məzara qalan qədər olan dünya hayatıdır. Ama biz Allah'a inanmış insanlar olarak hiçbir zaman dünya hayatını esas hayat olarak kabul etmirik. Bu dünya hayatı bizim hamımız için bir sınav meydanıdır. Allah'ın bize verdiği bu ömrü biz eğer onun rızasıyla, onun koyduğu yoluyla, onun koyduğu şeriat ve kitap ile gidersek, ben inanırım ki o ağacın dincelmiş olduğumuz o kölgeliği bizim için çok bereketli geçer. Benim əziz anam, benim əziz atam her biri alnı səcdəliydi. Biz her zaman ben deyirəm, Allah her ikisinden gani razı olsun. Atamı gani rəhmət eləsin. Onlar bize elə bir hayat koyup getdilər ki biz onlardan ancak yaxşılığı gördük. Pis nedir onu bilmirik. Çünkü bizim ilk müəllimlərimiz onlar oldular hayatta. Biz göz açtık, elə bir ailede göz açtık ki gördük ki orada ata anaya can deyir, ana ataya can deyir. Düzdür, her ailede olur, bazen küskünlükleri olurdu ama onlar öz evladlarının yanında hiçbir zaman birbirlerinin hürmetini yere salmazlar. Bizim için de elə bir örnek hayat koydular. Ben indiki gençlerimize, öz evlatlarımıza, bizim əzizlərimize her ikisinin hayatını örnek gibi gösteririm. İbrət alınacak, kenarda insan aktarmak lazım değil. Həqiqətən də atam, anama çok güzel bir er oldu. Bizim için çok güzel bir ata oldu. Ve ikisi bize insanlık nedir? Düzlük nedir? Dürüstlük nedir? Halallık nedir? Onu gösterdiler. Ben atama gani rəhmət olsun deyirəm. Anamı da Allah başımızdan eksik etmesin. Çünkü onun məktəbini anam davam ettirir. Biz de öz evlatlarımıza elə bir aile miras koymaya çalışırıq. Bir insan ne zaman kamil olabilir? Eğer boğazından haram lokma geçmezse. Ve biz hiçbir zaman öz süfremizde haram lokma görmedik. Çünkü atam bize zahmetle kazanmak nedir? Əziyyətlə kazanmak nedir onu gösterdi. Kimseye el atmadı. Kimsenin yanında özünü alçaltmadı. Bugün de kentte bizi gören herkes eğer onlara göre bize hürmet edirlərsə demek ki onlar bizim için baş tacıdılar ve bize hayat nedir, valideyn necə olmalıdır bizim için çok güzel bir örnek oldular. Öpürəm əziz anam, bağrıma basıram, her zaman başımızın tacı ol. Hele senin nəvələrin olacak, o nəvələrinin nəticələri olacak. Qoy onlar da sizi her zaman görsünler. O məktəb devam etsin. Allah'a emanet ol. Allah'ın rəhməti, şəfaati, bərəkəti üzerinizde olsun. Əzizlərimiz, her birimiz bu ocağa, bu güzel meclise hoş gelmişsiniz bir daha. Arzu edirik ki
Allah elimize, obamıza pis gün göstermesin. Biz birbirimizin her zaman hoş günlerine yığışak, deyək, gülək, şənlənək. Çünkü yine deyirəm, bu elə, bu obaya şənlik yaraşır. Elimiz, olsa gücəmiz çok şəhid verdi. Hem 1. Qarabağ müharibəsində, hatta Böyük Vətən müharibəsindəki 9 May qələbə günüdür. Allah bütün bu el, bu oba uğrunda canından geçmiş, ülkemiz, vətənimiz uğrunda canından geçmiş bütün doğmalarımıza, əzizlərimizə, Qarabağ şəhidlərimizə gəni-gəni rəhmət eləsin. Demək istədiyim nədir? Bu dövlət üçün, bu millət üçün, bu vətən üçün artıq canından keçənlər var. Amma onların bizdən istəyi, onların bizdən gözlədiyi budur ki, bu torpaqlar üzərində hər zaman yallı gedilsin, cəngi çalınsın, Şuşamızda, Cıdır düzünümüzdə, Xan kəndimizdə hər zaman Azərbaycanın bayrağı dalğalansın. Biz birlikdə həqiqətən də böyük bir millətik. Allah bu millətə də xoş günlər göstərsin hər zaman. Hamımızın qapısında hər zaman toy olsun, şənlik olsun, busat olsun, gənclərimiz evlənsinlər, xoşbəxt olsunlar, gözəl nəsillər gəlsin və bu millət, Peyğəmbərimizin o məşhur bir sözü vardı, mənim ümmətim artsın, mən cənnətdə onların çoxluğu ilə fəxr edim. Allah'a emanet olun, çox sağ olun, nüş olsun hər birinizə. Çox sağ olun. Eşq olsun sizlərə və gözəl qardaşlar istəyənlər hamı rəqsə. Allah sizə həmişə bir-birinizə mehriban eləsin. O Söküsə kəndimizə də Allah bərəkət versin. Vay be!
Gələndə dedi səsi biraz az eləyir.
Dedim bizim gözümüz üstə. Allah Zərifaniyə can sağlığı versin. Zabitə anıya. Zabitə anam. Gələndə deyirəm, xoduzu ben az ediyorsunuz. Sən çox deyil. Allah sənə can sağlığı versin. Səni istəyənlərə can sağlığı versin. İstəməyənlərə insaf versin. Bu gözəl balalarımın, nəvələrimin, nəticələrimin, kötücələrimin, toyların sizə nəsib edər. Mən biləm, siz istəməyən yox. Hamınız siz istəyir. Bizi isteyen yoktu. Bizi isteyen yoktu. Hiç yoktu. İstemeyen diyor. Neyse başka türlü. İstemeyen yoktu. Zabitə xanıma söz verək. Ürək sözləri deyəsən də. Başqa dönərəm sənə, de gəlsin də. De da bəy, az çıxanlar demişəm. Buyur. Birinci dönemde Ahmet Salman'la kim buraya gelip bizim halkımıza gelmiş. Allah onları var eylesin. Onlar da 100 yaşasınlar inşallah. Bizi taştın geldi ki bizi istemeyen yoktu. Ben inanmıram ki bizi istemeyen olsun. Olmaz. Olmaz, hiç vakti olmaz. Şimdiye kadar olmuyor, olmaz. Bilenci de ki Allah yalaları var eylesin. Elden gitti, elden. Evden yok, elden gitti. Öyle deyirəm deyə, ölənlər qədər də deyirəm. Sağ olsunlar bütün yalanlar. Allah sana var eləsin. Sağ ol. Sağ ol, salamat ol. Çoştum, özü danışa bilmədim. Arada belə lazım, nə demək? Allah sizi var eləsin. Allah sizi bütün arzularınızı versin. Biz bildik ki, hamı sizi istəyir. Ona göre ben dedim ki sizi Allah istemeyenlere insaf versin. Siz gör ne kadar güzel insansınız. Allah sizleri korusun. Dünya bir yana, sen de bir yana.
Əziz ol hər insanın, ürəyim diləyi var. Sağ ikən qədrini bil, qalasın yana yana. O geçen günlerim diyarı Güzeller görende halim değil Ömrümden bile teneyim Aman çabanlı, dayan çabanlı Ömrümün hoş salları sizi Söyle, söyle para gelirsen çabanlı Emin koyup para gelirsen çabanlı Ben de mezunlardan ayrıldım Eşközüyle ortalaydım Sözüler oynayaydım Ayrı senin gözlerin Ben de mezunlardan ayrıldım Eşközüyle ortalaydım Sözüler oynayaydım Ayrı senin gözlerin Ayrı senin gözlerin
İstirahat merkezinde Hamroğlu hoş gelmişsiniz. Geyinisin duş olsun. Zabite ananın bir güzel 70'liğinde. Yübley gününde. Zabite ana için hazırlanmış güzel. Top kesilecek, çok barik olsun. Ömrünüz, gününüz zabite ana. Bu top gibi şirin ve güzel olsun. Allah size ne ve netice kötüde toyun nasip eləsin. Eşk olsun sizlere gelsin hanım. Çok mübarek olsun. Çok mübarek olsun. Bir de gürültü alışta gelsin. Hem sana eder var olsun. Çok mübarek olsun. Eşk olsun. Biten annemden güzel balalarla. Çok mübarek olsun. Semo, açacağız. Al günün bir. Ve hamur eksem. Dertlerinden tek bulduzum sen.
yapacak sensiz ben. Neler söylemezsiz ben. Sen de yedim hoşbak günler. Gülüm al gülüm mübarek. Sen de yedim hoşbak günler. Sizin al gülüm mübarek. Güzellikler oturtayım. Sana otur gülüm hayır. Güzel güzel oturtayım. Sana otur gülüm hayır. Muhabbetin sevgi hayır. Sizin al gülüm mübarek. Muhabbetin sevgi hayır. Sizin güle yüzü mübarek. Ak gönül mübarek. Sizin güle yüzü mübarek. Mübarek, mübarek. Sizin solak gülüz mübarek. Ay gönlümüz nazile, sevgine pervazile. Her günümü yazile, sende kalır. Ay gönlümüz nazile, sevgine pervazile. Her günümü yazile, sende kalır her gün. Gözler bir süzü, hoşluğun ağzını beden. Aşıkam Allah sene, sende kalır her gün. Gözler bir süzü, hoşluğun ağzını beden. Aşıkam Allah sene, sende kalır her gün. Ay güzel yar gibi, ay güzel insafet. Ay güzel yar yar gibi, sende kalır bir gün. Ay güzel yar gibi, ay güzel insafet. Ay güzel yar yar gibi, sende kalır bir gün. Kimler bu mağaracık bira göğersin. Ellerimi uzaklığa hoşnut yarattıysa. Ellerimi uzaklığa hoşnut yarattıysa. Uçtu gitti, al göğersini. Uyuyan kalpleri, gördüm her menzereyi. Aşksız da pencereyi, elleri arar gülsün. Güzel yaratmasaydılar taş, gözlerinden morardı mı yaş? Bu sevgiyle yavaş yavaş